Benim için kardeşler bilmək lazımdır ki Allah Teala öz şərəfli kitabında Quran-Kərimdə buyurur ki kullu nefsin zaiqatul maut. Her bir nefs ölümü dadacaq. Lakin ölüm gelmemişte qabaq kardeşler, ölümün nişanələri insana gelir. İnsanın saçının ağarması, insanın övladları gözün qabağında böyüməsi, insanın yaşının üzerine yaş gelmesi, saçının saqqalının ağarması, insanın ölümünün xəbərdarı da Allah tərəfindən. İnsana daha bundan başka neler olmalı ki o ayılsın ki ben de öləcəm. Ne baş verməlidir ki o ayılsın, Allah'a qayıtsın, ibadətlərinə ve itaətlərinə, Allah'ın əmrlərin yerinə yetirməyə qayıtsın. Allah'ın qadağanlarından çəkinməyə qayıtsın. Allah Teala Quran-Kərimdə buyurur ki: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka ve nahşuruhu yevmel kıyameti a'ma." Kim Allah Teala tərəfə dönməyəcəksə, kim Allah'ın əmrlərinə boyun əyməyəcəksə, Allah Teala qiyamət günü onu kör yaradacaq. Və o deyəcək ki: "Ya Rabbi, axı mən görürdüm dünyada ikən." Allah Teala deyəcək ki: "Görürdün, amma Allah Teala'nın ayətlərini görmürdün. Allah Teala'nın əmrlərini, qadağanlarını görmürdün. O görmədiyinə görə bu günləri kör yaradılırsan. Və Allah Teala onu unudacaq qiyamət günü. Ona tərəf baxmayacaq. Allah Teala'nın əmrlərini pozduğuna görə Allah Teala ona əzab verəcək.